Əziz dostlar, salam, hər vaxtınız xeyir olsun. 19 aprel 2025-ci il biz gəlmişik Türkiyənin 6-cı ən böyük şəhəri olan Qaziantep şəhərinə. Bəli, bundan öncəki videoda paylaşmışdım Mersin ərazisində olan soğuk su, Mersində olan soğuk su ərazisindən olan videoda demişdim ki, cənub tərəfə gedirik və qərar verdik ki, birbaşa gələk Qaziantep şəhərinə. Çünki bura çoxdan da gəlmək istəyirdik, gözəl şəhərdir. Bir növbəti şəhərimiz inşallah Mardin olacaq, amma hələ Qaziantep'dən videolarımız olacaq. İzləyin bizi, gözəl yerləri var. Hal-hazırda da Qaziantep'in tam mərkəzindəyəm. Bura Qaziantep Kalesidir, tarixi bir qala və burada da belə bir şüşə bir yer var. Altında tarixi yəni qədimi tarixi bir əhəmiyyətə malik olan bir yer var. Üstünə cam şüşələr çəkiblər. Buralar hər yer muzeylərdir. Qarşı tərəf isə bazarlardır, tarixi bazarlar. Ən məşhur isə Bakırçılar çarşısı var orada. Bakırcılar yəni sənətkarlar deməkdir. Bakırcılar çarşısında müxtəlif əl işləri ilə məşğul olan müxtəlif sənət əsərləri, məsələn, qab-qacaqların, dəmir əşyaların üzərinə işləmələr edən bakırcılar var, sənətkarlar. Onların çarşısıdır, hansı ki bu sadəcə Qaziantep'ə məxsusdur və 2 dənə də başqa şəhərdə belə bir çarşı var. Biri Urfa'da, digərini tam xatırlamıram. Sonra qarşıda baxın Hamam muzeyi var, Mozaik muzeyi var. Avropada, dünyada ikinci ən böyük olan Mozaik muzeysi Qaziantep'də yerləşir. Qaziantep'in əhalisi ümumiyyətcə 3 milyondan çoxdur. 3 milyondan çox əhalisi var, böyük şəhərdir. Ümumiyyətcə Qaziantep'in 9 dənə ilçəsi var və ən böyüyü Şahinbəy ilçəsidir. Hal-hazırda biz olduğumuz yer Şahinbəy ilçəsinə daxildir və burada da hardasa 1 milyona yaxın əhali yaşayır. Mərkəzi ilçədir. Bütün tarixi yerlər hamısı demək olar ki, Şahinbəy ilçəsindədir. Bundan sonra da Qaziantep'in bəzi yerlərinə planlayırıq getməyi. Maraqlı bir yerlər var. Rum Kale deyilən bir gözəl yer var. Qismət olsa ora gedəcəyik. Hardasa mərkəzdən 1 saat, 1 saat 15 dəqiqə məsafədədir. İnşallah bu belə. Qaziantep əlbəttə çox gözəl şəhərdir. Hər millətdən insanlar yaşayır burada. Tarixi bir şəhər olduğu üçün mədəniyyətlərin qovuşduğu yerdir. Mətbəxi dəhşətli dərəcədə zəngin mətbəxə malikdir və hətta UNESCO'nun qoruması altına alınmış bir mətbəxi var Qaziantep'in və hədəfləri də çox böyükdür ki, dünyaya Qaziantep mətbəxini tanıtmaq istəyirlər. Dediyim ki, muzeylər çoxdur, tarixi məkanlar çoxdur. Bura gəlməyə əlbəttə ki, dəyər və bura gəlsəniz sizə ən az 2-3 gün lazımdır ki, Qaziantep'i görəsiniz. Qaziantep fıstığı ilə məşhurdur, baklavası ilə məşhurdur. Başqa nə deyim, Alanya'da Antep kebabçıları çəkib göstərir tez-tez. Kebabları məşhurdur, Antep lahmacunu məşhurdur. Yəni bir çox şeylər var, sadalamaqla bitməz. Mən də yavaş-yavaş buraları ilk dəfə gəzirəm və gəzə-gəzə də sizə təqdim edirəm. Bəlkə nəyisə əksik çatdırıram, nəyisə, amma nəyi öyrənirəmsə onu deməyə çalışıram. Bura tarixi şəhərdir, içəri şəhər. Burada da ara küçələr var. Orada azmaq olar, demək olar ki, yolu itirmək olar, tanımırsınızsa. Burada bakırcılar çalışırlar, sənətkarlar. Hər yerdə emalatxanalar, suvenir mağazaları. Baxın, dəmir qabların üstünə xüsusi naxışlar işləyir. Abi kolay gəlsin. Əsl əl işi, bakırcılıq sənəti buna deyilir. Antep restoranları əsasən təqdim olunan nəlbəkilər, tabaqlar, yeməklər baxın belə qablarda verilir. Stəkanlar olsun, yemək qabları hamısı dəmir qablarda olur. Dəmir qabda əlbəttə plastikdən qat-qat faydalıdır.
Dəmir qab çox özəl qablar sayılır. Bu isə Qaziantep qalasının görüntüsü. Ara küçələrdə çoxlu restoranlar var, kafeler var. Bir çox maraqlı şeylər, gəzməli və görməli yerlər çoxdur. Qaziantep son zamanlar turizmdə də inkişaf eləməyə başlayır. Yerli turizm burada həmişə var idi. İndi isə xaricilərin də diqqətinə səbəb olur Qaziantep'ə, gəlib görmək istəyirlər. İndi əziz dostlar, mən üzümcülər Bakıra daxil olacağım və içəridə göstərəcəm sizə. Bu da Roman Drigadı. Bakır almaq istəyir. Altı 13.000 lira. Baxın, bunlar hamısı gözəl əl işləridir. Mətbəxdə istifadə edə bilərsiniz. Xüsusi. Abi bunlar nədən hazırlanıyor? Dəmirdən, tunçdan, bakır. Burada ise cürbəcür çılçıraqları var. Asılqanlar, yəni hər şey. Bir bakır dükkanı belədir. Maraqlıdır. Bu isə köhnə bir camidir. Təmir olunur, restavrasiya olunur. Kültür və Turizm Bakanlığı tərəfindən tam mərkəzdə. Qaziantep haqqında danışanda bir də əlbəttə bunu deməliyik ki, əslində bu şəhərin adı əvvəllər Antep olub. Qazi sözü isə Qurtuluş Savaşında verdikləri mücadilə, göstərdikləri qəhrəmanlığın nəticəsi olaraq Qazi sözü Antep sözünün önünə əlavə olub və alınıb Qaziantep şəhəri. Bəli, əziz dostlar, bu şəhərin hər addımı tarixdir. Hər yerdə tarixi binalar, beykonak. Bir də Antep'də bir çox sözün arxasında sonuna han əlavə olunur. Məsələn, restoran Pendirxan məşhur bir restorandır, videomuz var, baxarsınız. Və digər han yəni gələn müsafir. Müsafiri qəbul edən yerlər, yəni hara ki müsafir gəlir, ora han əlavə edirlər. Etmələri normaldır yəni. Burada tarihi Kır kahvesi verilən bir yerdir. Yenə bir xandır burada. Ciğerci Mustafa Eminoğlu konağı. Ciğerci Mustafa. Özür dilerim. Üzr istəyirəm. Ciğerci Mustafa. Burada da Gaziantep yazısıdır. Bura daxil olmağa dəyər məncə. Canlı musiqi fondur. Qonaqlar əyləndirilir. Bir çox yerdə artıq buna rast gəlirik. Burada isə abi bu katmer mi kolay? Burada isə abi katmer hazırlayır. İçinə qaymaq qoyur. Bəli, əziz dostlar, Ciğerci Mustafa'dan çıxdıq. Gözəl görüntülər var idi. Burası isə Gaziantep Kalealtı adlanır. Burada belə bir kavşaq var və Gaziantep yazısı üzəri mozaikalarla bəzədilib. Çünki mozaika əl işləri Gaziantep'də çox geniş yayılıb və ikinci ən böyük muzey də Avropada, mozaika muzeyi də Gaziantep'də yerləşir. Qala isə də oradan da gözəl görsənir.
Qarşıda da bir bazar var. Adı Zincirli Bədəstən Əsnaf adlanır. Ümumiyyətcə bu əraziləri gəz-gəz bitməz. Çoxlu kebab evləri, baklavalar, yəni gastronomiya öz sözünü deyir. Hər yerdə gözəl qoxular. Çox maraqlı yerdir. Bu bizim Gaziantep'ten ilk videomuz olsun. Və biraz da nələrsə lentə alıb bu videomu bitirəcəm inşallah. Çünki nə qədər danışsam da videolarım yetərsiz qalır. Yəni bilgilərim yetərsiz qalır. Gaziantep haqqında çox danışmaq olar. Bir o qədər də bilgi sahibi deyiləm. Gördüklərimi göstərirəm. Belə Türkiyənin 6-cı ən böyük şəhəri olan Alanya'dan hardasa 10 saat məsafədə yerləşən Gaziantep şəhəri çox gözəldir, tarixidir. Hər addımında nəsə görə bilərsiniz, öyrənə bilərsiniz. Ona görə bura gəlməyə dəyər. Bir sonraki səfərimiz inşallah Mardin şəhərində olacaq. Bizi izləməyə davam edin. Bununla da sizinlə sağollaşıram. İnşallah gələn videolarda görüşənədək. Sağ olun, var olun.